Azərbaycanlı bəstəkar, Finlandiya və Böyük Vətən müharibəsi iştirakçısı Hacı Ağa Nemətovdan danışacağım. Hacı Ağa Nemətov 1919-cu ildə Bakıda neftçi ailəsində anadan olub. Uşaqlıqdan musiqiyə həvəsi olan Hacı Ağa Nemətovun ilk aləti qarmon olub. İlk pyeslərini də həmin alət üçün bəsləyirdi. Musiqiyə artan marağı digər alətlərdə də ifa etmək həvəsinə salır. Hacı Ağa Nemətov Əli Bayramov adına klubun orkestrində ifa etməyə dəvət edirlər. Bu orkestrlər konsertlərdə, şənliklərdə, bədii gecələrdə çıxış edirdi. Həmin vaxtlarda qarmonda da ifa etmək vərdişləri sayəsində fortepianoda da ifa etməyi öyrənir. Hacı Ağa öz yaradıcılıq səviyyəsi üzərində çox çalışırdı. Üzeyir Hacıbəylinin öz şəxsiyyəti onun xalq musiqisinin əhəmiyyəti haqqında mühazirələri gənc bəstəkarın formalaşmasında mühüm rol oynayır. Üzeyir də onun təhsili və yaradıcılıq təcrübələri ilə daim maraqlanırdı. Hətta biləndə ki, Hacı Ağanın evində məşğul olmağa aləti yoxdur, öz realını öz tələbəsinə hədiyyə etmişdir. Üzeyir bəyin diqqət və qayğısından ruhlanan Hacı Ağa öz üzərində daha da səylə çalışırdı. Hacı Ağa Nemətov 1939-cu ildə müvəffəqiyyətlə orta məktəbi bitirərək musiqi texnikumunun nəzəriyyə bəstəkarlıq fakültəsinə daxil olur. Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfi üzrə hazırlıq bölməsinə keçirirlər. Burada dahi bəstəkar Üzeyir Hacıbəylinin rəhbərliyi altında yaradıcılıq fəaliyyətinə başlayır. Həmin dövrdə müxtəlif janrlarda yazılmış ilk əsərləri meydana gəlir. Hacı Ağa Nemətov çox ünsiyyətçil, şən və xeyirxah bir insan idi. Öz kurs yoldaşları olan dahi bəstəkarımız Fikrət Əmirovla, Qara Qarayevlə, Soltan Hacıbəyovla, Əşrəf Abbasovla, Tofiq Quliyevlə yaxından dostluq edirdi. Xüsusilə Qara Qarayevlə möhkəm dost idilər. Qara Qarayev Hacı Ağanın öz kurslarında ən istedadlı tələbələrindən biri hesab edirdi. Azərbaycan Bəstəkarlıq Məktəbinin gələcək inkişaf yollarından söhbət edirdilər. Üzeyir Hacıbəylinin ən sevimli tələbəsi idi. Hacı Ağa Nemətovun böyük qardaşı Azərbaycanın görkəmli rejissoru, Azərbaycan SSR İncəsənət xadimi Zəfər Nemətovun qardaşıdır. Zəfər Nemətovun oğlu da vaxtilə Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, baş rejissoru Azərpaşa Nemətovun əmsidir. Azərpaşa Nemətovun qardaşı da burada dəfn olunub. Arif Nemətov Zəfər oğlu 1949-cu ildə anadan olub.
və 1996-cı ildə dünyasını dəyişib. O da əmsi Hacıağa Nemətovun yanında dəfn olunub. Hacıağa Nemətov 1939-1940-cı illərdə Finlandiya müharibəsində, daha sonra Böyük Vətən müharibəsi cəbhələrində vuruşurdu. Döyüşdə ağır yaralanır və hospitalda müalicə olunan Hacıağa Nemətovun vəziyyətindən xəbər tutan dahi bəstəkarımız Üzeyir Hacıbəyli hərbi komissarlığa müraciət edərək Hacıağanın Bakıya gətirilməsinə nail olur. Bakıda müalicə olunan Hacıağanın halı ağırlaşır və 1942-ci ildə 23 yaşında gənc bəstəkar dünyasını dəyişir. Onu Yasamal məzarlığında dəfn edirlər. Üzeyir Hacıbəylinin ən sevimli tələbəsi olub Hacıağa Nemətov. Maraqlıdır ki, bəstəkar Asəf Zeynallı da 23 yaşında dünyasını dəyişib. 1909-cu ildə anadan olub və 1932-ci ildə dünyasını dəyişib. O da Yasamal məzarlığında dəfn olunub. Asəf Zeynallı da Üzeyir Hacıbəylinin sinifini bitirmişdir. Hacıağa Nemətovun məzarına gəldikdə isə mən birinci dəfə deyil ki, onun məzarını ziyarət edirəm. Hər dəfə Yasamal məzarlığına gələndə bəstəkarımızın məzarını ziyarət edirəm və onun haqqında bildiklərimi də sizlərlə bölüşdüm. Gəlmişkən də məzarının ətrafını təmizləyəcəm. Dahi bəstəkarımızın ruhu şad olsun. Gənc bəstəkarımız Hacıağa Nemətov haqqında bildiklərimi sizlərlə bölüşdüm. Gəlmişkən də gənc bəstəkarımızın həm də Böyük Vətən müharibəsi iştirakçısı Hacıağa Nemətovun məzarının ətrafını bacardığım qədər yudum təmizlədim. Həm də onun qardaşı oğlu, həm də Azərpaşa Nemətovun qardaşı Arif Nemətovun da məzarının ətrafını yudum təmizlədim. Qısa olsa da bəstəkarımız haqqında çəkib paylaşdım ki, indiki gənc nəsillər bilsinlər ki, bizim həm Böyük Vətən müharibəsi iştirakçısı, həm də gənc yaşında dünyasını dəyişən bəstəkarımız olub. Allah Hacıağa Nemətova rəhmət eləsin, ruhu şad olsun.